بسم الله الرحمن الرحيم الحمد لله حمدا كثيرا طيبا مباركا فيه كما يحب ربنا ويرضى. الحمد لله الذي رضي الإسلام للمؤمنين دينا ونصب الأدلة على صحته وبينها تبينا وغرس التوحيد في قلوبهم فأثمر في إخلاص فنونا وأعانهم على طاعته هداية منه وكفى بربك هاديا ومعينا. اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد وبارك على محمد وعلى آل محمد كما باركت على İbrahim إنك حميد مجيد. Değerli kardeşler, dediğimiz gibi inşallah Allah'ın izniyle bugün evvelki derslerimizin devamıdır. Şerh-ü Mesail-i Cahiliye elleti khalafe fiha Resulullah sallallahu aleyhi ve sellem minel kitabiyyin vel ummiyyin. Peygamber sallallahu aleyhi ve sellemin zamanında yaşayan cahile ehlinden, kitap ehlinden ve ummilerden olan zamanda yaşayan müşriklere müxalif olduğu bazı meselelerdir. Bugünkü mesele tanakudu fi muhabbetillah. Onlar cahiliye ehli Allah'a olan sevgisinde ziddiyet taşıyarlar. Allah'ı sevdiklerini iddia ederler. Mesela bazen bizim de aramızda olur. Allah'ı ve Resulünü her şeyden daha çok üstün, daha çok sevdiğimizi iddia ediyoruz. Bazen halal ve haramlar arasında düştükdə, arasına qaldıqda bazen nəfsi istəyimizə müqavimət göstərib qalib gələ bilmirik. Bazen özümüz düşürük. Elə o da bizə də aiddir ki, necə ki cahiliyə əhli öz Allahla olan sevgilərində ziddiyyət daşıyırlar. Yəni sevdiklərini iddia edirlər, lakin əməllərində bunu göstərmirdilər. Onun əksini göstərirlər. يقول Şeyh Muhammed da'vahum muhabbetallah ma'a terkihim şer'a. Onlar Allah Subhanahu ve Taala'nın sevdiklerini söyləməsinə baxmayaraqdan Allah Taala'nın şəriətini müxalif olardılar. Allah Taala'nın şəriəti müxalif olardılar. Ma'a terkim şer'ihi. Allah Taala'nın şəriətini tərk edərlər. فَطَالَبَهُمُ bi qavlihi ve Allah Teala onlardan da tələb edir ki, yani bu iddian deyirlər ki, biz Allah Teala'yı sevirik, lakin Allah Teala'nın şəriətini, onlara buyruqlarını, şəriət dedik ki, Allah Teala'nın onlara buyruqları qəsd olunur. Ya burada hem halal daxildir, hem de haram, hem müstəhəb bu da daxildir. Ve həmçinin bunu daxildir Peygamber sallallahu aleyhi ve selleme uymaq, tabi olmaq, onun gətirdiyinə tabi olmaq, boyun əymək və s. Ve Allah Teala da onlardan tələb edir ki, əgər siz iddianızı doğrusunuzsa, ortaya koyun da bu iddianı ortaya koyun. Allah Teala Ali İmran suresinin 31. ayetinde buyuruyor ki: "Kul in kuntum tuhibbunallaha." Eğer siz Allah'ı sevdiğinizi iddia edirsinizsə. Eş-Şehde der ki Salih Fevzan hafizahullah şehde der ki: "Min dalali yahudi ve men şabahum." Yahudilerin ve onlara benzerlerinin zəlalət yolundandır ki, "Da'vahu muhabbetallah ma annahum yukhalifuna emrahu subhanahu ve taala." Onlar Allah Subhanahu ve Taala'nın sevdiğini iddia etmelerine bakmayaraktan Allah Taala'nın emir ve yasaklarına karşı gelirler. Yani muhalif olardılar. Üst üste düşmez idi. Kema kâle Allahu Teala kul in kuntum, necik Allah Teala buyurdu ki kul in kuntum tuhibbunallaha fettebi'uni yuhibbukumullah. Peygamber Allah Teala ki ondan talep edir ki de eğer siz Allah Teala'nın sevdiğini iddia edirsinizsə ve Peygamber deyir ki eğer siz Allah Teala'nın sevdiğinizi iddia edirsinizsə eləsə mənim gətirdiyim şəriətə tabi olun ki Allah Teala sizi sevsin. Fəl Yahudu və Nasır yəqul. Lakin Nasranilər və Yahudilər deyərdilər ki nəhnu əbnəullahi və əhibbə. Biz Allah Teala'nın övladları və biz de Allah Teala'nın sevimliləri. Aydındır. Və ma'had yukhalifuna şer'a Allah Subhanahu ve Teala. Buna baxmayaraq onlar Allah Teala'nın gətirdiyi şəriəti müxalif oldular. Fədəllədik ala kədibihim fi da'vahum. Ve bu da onların iddiaların bir daha yalan olduğunu ortaya koyur. Haythu talabahumullah bi iqametid delil ala ma yed'un min muhabbeti. Ve Allah Teala onlardan yukarıdaki Ali İmran suresinin 30. ayetinde Allah Teala onların iddiaları delille ortaya koymakları, yani öz əməllərində, zahiri əməllərində və batini əməllərində büruzə vermesi Allah Teala da onlardan tələb etdi. Və bu həmçinin bizə də daxildir ki, bu biz Allah Teala'nı sevdiğimizi iddia ediriksə, biz Allah Teala'nın Kur'an'ına, qiyamət gününə, Kur'an'da buyurulan halala və harama boyun əydiyimizə, iman gətirdiğimizi bildirirsə dilinə, gərək ki biz bunu əməlimizdə büruzə eləyik. Əlimizdə zahirən kimsə bizi bundan
kimlərsə bizdən bunu hiss eləsin, duysun, yaşasın ki, sən doğrudan Allah Taala'nın halalını halal və haramını haram biləkdən yaşayırsan. Əks halda bizdə Yahudi və Nasranilər bənzəmiş olar. Hələ kitabın da özü ondan bəhs edir ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bizləri bu kimi cahilə məsələlərdə o kimi insanlara zəlalət əlindən bənzəməkdən çəkindirir. وَذَٰلِكَ بِاتِّبَاعِ رَسُولِ Muhammed sallallahu aleyhi ve sellem مَا لَمْ يَفْعَلُوا ظَهَرَ كَذِبُونَ. Yəni onlar dediyimiz ki, Allah Teala onlardan Muhammed sallallahu aleyhi ve sellem'e tabi olmağı tələb olundu ki, onlar Peyğəmbər sallallahu aleyhi ve sellem həm inatçılığından, həm də ki, yəni təkəbbürlükdən Peyğəmbər sallallahu aleyhi ve sellem'i gətirdiyi risaləni qəbul etmədilər. Amma onların iddiasıdır, biz Allah Teala'nın sevgililəri və evladlarıyıq. Və ya biz Allah Teala'nın sevirik demələri isə burada bir daha özünü, onların o iddiasını təkzib edir. Və qədərəkə sufiyyə, aynı Şeyh Fozan burada indi məsələni daha bizim müasir cahili əhlinə gətirir ki, deyir ki, və qədərəkə sufiyyəti yəbununə dinəhum alə ənəhum yuhibbun Allah əzzə və cəl. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm zamanındakı o Yahudilər, Nasranilər, kitab əhli, Peyğəmbərimizin şəriəti müxalif olduqları kimi və onlar da Allah Taala'nın sevdiyini iddia edirlər. Necə ki bizim zamanımızda sufilər də Allah Taala'nın sevdiklərini iddia edirlər və onlar da öz dinlərini məhəbbət üzrə bina etmişlərdir. Sufilər Allah olan dinlərini Allah olan sevgi ilə, yəni sevgi iddiaları ilə bina etmişlərdir. Deyərlər ki, əl-ibadatu hiyəl məhəbbə. Əl-ibadatu hiyəl məhəbbə. İbadetin özü elə sevgidir. Yəni sevgi ibadetin özüdür elə. Yəni biz seviriksə, məhəbbətimiz varsa demək biz elə ibadət içindəyik. Və nəhru la na'budullah xawfan min nari və la tam'an min cənnəti. Nə biz deyik Allah Taala'dan, nə biz Allah Taala'ya onun odundan qorxaraq və yaxud da ki, nədir ki, cənnətinə tamah salaraqdan biz onu ibadət etmirik. Və innəmə nə'buduhu li'annənə nuhibbu. Biz ona ibadət edirik ki, çünki biz Allah Taala'nın sevirik. Ma'annahum yukhalifuna şer'allah subhanahu ve taala. Və buna baxmayaraqdan onlar öz iddialarında müxalifdirlər. Fələ yəttəbi'un Rasul sallallahu aleyhi və səlləm. Çünki onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin şəriətinə tabi olmurdular. Və innəmə yəttəbi'un məşəiyəxum. Çünki onlar deyir ki, öz şeyxlarına məşəiyəxum. Onlar öz şeyxlarına tabi olurdular. Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmurdular. Və əshabud durqullədi yubayi'unahum aleyhi aləs-səmi' və at-taati ləhum. Həm öz şeyxlərine, həm də ki özlərinin qoyduğu yoldakı o yolda müridlərə tabi olurdu. Yəni o yolun tabiçili olan şeyxlərə tabi olurdu. Onların dediklərini eşitərdi. Və ennəhum la yukhalifun lahum əmran məhmə umir. Onlar həmən özlərinin şeyxlərinin əmr etdiyi yasaqlara və yaxud da ki edilməsi əmirlər heç vaxt müxalif olmaz idilər. Hətta innəhum yəqulun, hətta onlar deyərlər ki, innəl muridə mə'şeyhi kəlmeyti beynə yedəl qasilihi. Müridlər, yəni tələbələrin şeyxlərin yanındakı halı mürdəşirin yanındakı ölünün halı kimi olmalıdır. Müridlərin şeyxin yanındakı halı mürdəşirin qarşısındakı ölünün halı kimi olmalıdır. O istədiyi tərəfə onu çevirə bilər. Onun müstəqil şəkildə özünün heç bir iradəsi və yaxud da müstəqil şəkildə Allah Taala'nın əmir və yasaqlarını idarə etmək, yəni qəbul etməsi kimi belə bir xüsusiyyəti yoxdur. Nəuzbillah. Mə ləhu ixtiyarun və lə ləhu qayrə mə ixtarahu şeyxu. Fəəynə tibə'i Rasul sallallahu aleyhi ve sellem kədibunu fi hadihi da'va. Yəni belə oldusa, hanı Peyğəmbər sallallahu aleyhi ve sellem olan tabiçilik, elə isə onlar da Allah Taala'nı sevdiklərini iddia etməsində yalancıdırlar. Və lihədə həddəllahu Teala, təhaddəllahu subhanahu və alə həulal muddə'inil məhəbbəti bi hadhihi ayə. Allah Teala bu iddiada olan kimsələrə bu ayə ilə əvvəl oxuduğumuz Ali İmran surəsinin 31-ci ayəsində Allah Teala onlara meydan oxuyur ki: "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah." Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əgər siz Allah Taala'nın sevdiyini iddia edirsiniz, gəlin mənim arxamca və Allah da sizləri
sevsin beləliklə. Amma ki onlar baxırsan ki, bunun müxalifə fəalamətu muhabbetullah. Sonra deyir ki, Allah insanda olan Allah Taala'nın sevmə əlaməti ittiba'i rasulihi, Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmaqdadır. Fəmən vəcəddə fi həzihi sıfə fəinnəhu sadiqun fi da'vahul məhəbbə. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olan bir kimsəni görərsənsə, bil ki, o Allah Taala'nın sevməsindəki və ya Peyğəmbər sallallahu aleyhi və səlləmin sevməsindəki iddiasında sadiq kimsədir. Fəqad zəkər subhanahu dəlilu məhəbbəti və təmərati. Allah subhanahu ta'ala öz kitabında sevgini, özünü sevməyin dəlili və səmərəsini olarak bildirmiş ki, fədəliluha ittiba'i rasul. Yəni Peyğəmbərimizə tabi olmağa dəlil, yəni Allah Taala'nı sevməyə dəlil Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmaqdan keçir. Və səməratuha neylu məhəbbətillah lil-abdi və məğfirət zunubihi. Və həmçinin Allah Taala'nı sevməyə vəsilələrdən, yəni onun səmərəsi odur ki, biz Allah Taala'nı sevəriksə, Allah Taala da bizi sevər və Allah Taala bizi sevərsə də Allah Taala bizi əfv edər, öz məğfirətini, öz qufranını bizləri mazhar edər. Və kədəlikə həzə yattaridu alə kulli men yedda'i məhəbbət rasulü və huvə la yettebi'. Və həmçinin bu dediyimiz kimi bu iddialar da kim baxırsan ki, kim Peyğəmbər sallallahu aleyhi və səlləmə gətirdiyi şəriətə müxalif olursa demək o iddiasında sadiqdir. Əks halda müxalifdir. Əl-məsələ təsiyə və səb'un əvvəki 78 ilin 79 məsələ iddia'hum alə əmanil kədibə. Onlar yalan, uydurma, yalancı ümidlərə, xülyalara dalarlar. Allah Teala buyurur ki, lən təməssənən nər illə əyyəmən mə'dudə. Təmənnihim əmanil kədibə. Onlar boş, yersiz, uydurma xəyallara dalarlar. Nə deyərlər? Deyərlər ki, lən təməssənən nər illə əyyəmən mə'dudə. Lən təməssənən nər illə əyyəmən mə'dudə. Bizə deyir, od ancaq deyir, buna kim deyir? Yahudilər deyir. Ki, bizdə deyir, sayılı günlərdə od toxunacaq. Bizə ancaq bir neçə günlər, sayılı günlərdə bizə od toxunacaq. Və qavlihi, lən yədxulul cənnə illə mən kən huden əv nasar. İkinci iddiaları odur ki, cənnətə Yahudilərdən və Nasranilərdən başqa bir kimsə girməyəcək. Bu olan ikinci iddiası. Yəqulu Şeyx Fawzan fi şərh, əl-Yahudi və Nasar yə'təmidunə alə əmanil kədibə. Nasaranilər və Yahudilər yalancı ümidlərə qapılarlar. Və yetəmənnəvnə alallahil əmani. Və Allah Teala'dan onlar müəyyən ümidlər umarlar. Nədir o? Kəmə zəkər Allah Teala əvvəl oxuduğumuz ayədə lən təməssənənlər illə əyyəmən mə'dud. Sanki onlar Allah Teala ilə qarşılaşmışlar ki, Allah Teala'nın onları verəcəyi əzab və ya ki, cəhənnəmdəki yerləri onların müəyyən bir günlərdədir. Elə danışırlar. Hi əyyəmul ibadətihim lil-icri bizə'mihim fi raddillah aleyhim qavli. Qul Allah Teala başqa ayədə buyurdu ki, qul əttəxədmü indallahi əhdən fələn yuxlifallahu əhdə. Əgər siz doğru danışırsınızsa, bu iddianızda əgər doğrusunuzsa, yəni belə deyirsiniz, sizə sayılı günlərdə od toxunacaq. Deməli çıxır, siz Allah Teala'dan bu iddianıza qarşı əhd almışsınız. Doğrudan da Allah Teala sizə müəyyən günlərdə Allah Teala sizə əzab verəcəkdir. Fələn yuxlifallahu əhdə. Və Allah Teala da öz əhdinə müxalif olan deyildir. Əm təquluna aləllahi mə lə tə'ləm. Yoxsa siz Allah Teala'ya bilmədiyiniz şeyləri mi danışırsınız? Sondakı Allah Teala bələ mən kəsəbə seyyiətən və əhadat bihi xatiətuhu fə uləki əshabunən hum fiyhə xalidun. Əl-Bəqara surəsinin 80-81-ci ayəsində. Xəta edən, günah edən və xətası onu bürüyən kimsə əsl cəhənnəm əhlidir və onlar da orada əbədi qalacaqlar deyir Allah Teala. Bundan sonra məsələ təmamun 80-ci məsələ uluvuhum fil əşxas. Əfən uluvuhum fil əşxas. Onlar müəyyən şəxslərdə həddini aşarlar. Salih kimsələrdə həddini aşarlar. Onları layiq olmadığı mərtəbələrə, layiq olmadığı
dərəcələrə qaldırarlar. Bu da həmçinin cahiliyə əhlinin vəsiflərinin ən böyüklərindəndir. Bu şey yanlış anladım. Ventilator. Ventilator. İttiqadu qubur ənbiyaihim və salihinə məsəcidə. Onlar dediyimiz kimi müəyyən şəxsləri olmadığı dərəcələrə qaldırarlar. Onlar nə edərlər? Peyğəmbərləri, salih kimsələrinin qəbirləri üzərində məscid tikərlər. Bunlar, yəni bu əməl bizə, deyək ki, bizim dinə, İslam dininə Yahudilərdən keçmiş bir xüsusiyyətdir. Yəqulu şərih, əş-şərhu mimma aleyh əhl-i cahiliyyə minə kitab və qeyrihim, cahiliyyə əhlinin və yaxud həm kitab əhlindən olan kimsələrin üzərində olduğu məsələ oydur ki, İttihadu qubur ənbiyə və salihin məsəcidə. Onlar salih kimsələri və peyğəmbərlərin qəbirlərini özlərinə məscid götürərdilər. Yəni orada ibadət etmək məkanı seçərdilər. Və hədə kənə və lə yəzəlu indəl yəhudi və nəsar. Bu həm keçmişdə, həm də indiki zamanında və gələcəkdə də bu belə olmağa davam edəcək. Onlar peyğəmbərlərini və salih kimsələrin qəbirlərinin üzərində məscid tikərlər. Və ində müşrikil ərəb və həmçindən bu müşrik ərəblərdə də belə idi. Və indəl muntəsibinə iləl-İslam mimmə ya'budunə qubur vəl-adrihə və həmçinin özünü İslama nisbət edən türbələrə, qəbirlərə ibadət edən kimsələrdə də bu belə idi. Və əhlül kitab hum əvvəlu mən amilə zəlik və kitab əhli də bu əməli edən ilk insanlar elə bu kitab əhli olmuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, İnnə mən kənə qabləkum kənu yəttəxidunəl qubura məsəcidə ələ fələ təttəxidu quburi məsəcidə İllə mən kənə qabləkum kənə yəttəxidunəl qubura məsəcidə Bilin ki və agah olun ki, sizdən əvvəlki ümmətlər öz peyğəmbərlərinin qəbir üzərində məscid tikər, onları özlərinə ibadətgah götürərdilər. Fələ təttəxidu qubur məsəcidə və həmçində mənim qəbrimi özünüzə məscid etməyin. Yəni, musalliyyət yusalluna indah. Yəni, onun yanında, ona tərəf namaz qılan bir yer etməyin. Lənnə salat indah vəsiyyətun ilə ibadətihə. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bilirdi ki, bu həqiqətən dinimizə müxalifdir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm hər hansı bir Peyğəmbər olsun və hər hansı bir salih bir kimsə olsun. Bugün o salih idi, dünyadan köçür. Sən bugün onun qəbrinin üzərində məscid diksən, bugün ətrafında olan kimsələr biləcəklər və etiqadlarına sabitdirlərsə, onlar birbaşa ibadətlərini Allaha ərz edəcəklər. Lakin sonra gələn nəsillər bundan agah olarlar, bundan bir xəbər olarlar. Onlar da elə belələ doğrudan da onların məqsədləri, bunu bina etməsindəki məqsədləri birbaşa bizzat ona ibadət etməlidir. Beləliklə onların həqiqi niyyətləri oradan, aradan çıxacaq və yalancı iddialar, şeytanın vəsvəsələri ilə onların ibadətləri birbaşa o qəbir sahibinə olacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem bunun olmaması üçün, bu vasitələrin meydana gəlməməsi adında bir məna olaraq Peyğəmbər sallallahu aleyhi ve sellem bu qapını bağlayır. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, yəni Peyğəmbərləri mənim qəbrimidir, məscid, namazgaha çevirməyin. Çünki bu gün keçdikcə, il keçdikcə, əsrlər keçdikcə, hətta bu Allahı qoyub, hətta o qəbir sahibinə ibadətə gətirib çıxala bilər. Fəinkənəl musal yusalli lillahi. Nə olsun ki, oradakı namaz qılan insan bəlkə Allah üçün qılır. Lakin idə sallə ində qabr fəidə hədə vəsilin ilə ibadətihi. O qəbirdə, nə olsun ki, qəbirdə ibadət etmir, lakin o gələcəkdə onun o ibadəti Allaha yox, başqasının sərf etməsini gətirib çıxarmaq baxımından deyilir ki, bu nədir? Bu şirkə vəsilədir. Lakin izə sallə ində qabri fə idə hədə vəsiyyətin ilə ibadədir. Və keyfə idə da'il qabri, deyək ki, əgər desək ki, qəbrin yanında Allah üçün namaz qılmaq, bu ona ibadəti bir vəsilədirsə, əgər onu çağırmaq necə ola bilər? Bunun qəbirdəki qəbir sahibini çağırırsa, neysə, fə keyfə idə da'ahul qabri və istəncədə və bihi istiğaz, ondan kömək istəyir, onu yardımını çağırırsa, bəs bunun Allah Teala dərgahında günahın əzəməti necə ola bilər? Heç bunu düşündünüzmü? Kəmə yəqulul ənə indəl adrəh. Necə indi türbələrin yanında, türbələrə biz bunu deyirik ki, hədə min dinil cahiliyyə. Türbələrə gedib, orada ibadət edən, qəbir olan yerlərə gedib, orada ölü sahiblərlə nəsə uman, onlardan öz ehtiyaclarını ona ən edən kimsənin halı Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanındakı Peyğəmbərimizin bizzat müxalif olduğu cahillərin halından heç bir zərrə qədər də fərqlənmir.
min Yahudi ve Nasara ve gayri. Qala sallallahu aleyhi ve sellem lemma akhbaratu Ummu Selme ve Ummu Habibe radıyallahu teala anha amma ra'atha fi ardil Habeşe. Peygamber sallallahu aleyhi ve sellem Ummu Selme ve Ummu Habibe Habeşistan'da gördüğü bir kaniselerde gördüğü bir əhvalatdan danışır ki onlar ölmüş kimseler, salih kimselerin şəkillərini, heykəllərini qurardılar. Çünki deyir ki Ummu Selme ve Ummu Habibe ilk Həbəşistana hicrət edən, yəni öz zövcələri Həbəşistana hicrət edən qadınlardan idi. Fəra'ətə fil biladil Həbəşə el-kənaisə muzaxrəfə. Orada bəzədilmiş kilisələr görürlər. Bihə sura, orada şəkillər var idi. Fəzəkərə tətilkə fəqalə Nəbiyyə sallallahu bunu Peyğəmbər sallallahu aleyhi və səlləmə xatırlatdı, bildirdikdə Peyğəmbər sallallahu aleyhi və səlləm ki Ulaikə qovmun idəməti fihim raculun salih, o kimsələrdə salih bir kimsə, alim bir kimsə, insanlar içərisində tanınan bir kimsə ölərdirsə əvvəl abdu salih və yaxud ki salih bir kimsə, ibadət edən bir salih bir kimsə bənu alə qabrih məscidə, dərhal onun öldüyü qəbrin ətrafında onun üzərində məscid tikərdilər. Və savvur fihi tilkə suvar. ki onun şəkillərini deyir, həmən ki o məscid ətrafında və məscid daxilində şəkillərini çəkərdilər. Ulaikə şərrul xalqi indallah. O kimsələr Allah Taala dərgahında ən şərli kimsələrdir. Əxrəcəhu Buxari və Müslim. Fəmin dinil cahiliyyə və həmçində cahiliyyə əhlinin dinindəndir ki, ittixad əvliya və salihin ərbəbə min dunillah. Onlar öz salih kimsələri və öz dostlarını, yəni Allah dostlarını deyək ki, özlərinə adlar vermiş, onları Allahdan başqa ibadət etdiyi Rəblər təyin edirlər. Yəz'umun ennəhum yuqarribuna ilallahi zülfə. Və onlar elə iddialar ki, bu kimsələr özlərini Allaha yaxınlaşdırır. Necə ki, bizim sufilərdə var, biz ona ibadət etmirik, lakin o bizi Allaha yaxınlaşdırır. Necə ki, bunların bu iddialarıyla cahili əhlinin gətirdiyi ki, yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm zamanındakı müşriklərin gətirdiyi iddialar üst-üstə düşür. Deyirlər ki, Allah Teala buyurur ki, وَيَعْبُدُونَ مِنْ دُونِ اللّٰهِ مَا لَا يَدُرُ وَلَا يَنْفَعُ. Onlar nə özlərinə xeyir, nə də özlərinə zərər verməyən kimsələri ibadət edirlər. وَيَقُولُونَ və deyirlər ki, هَؤُلَا شُفَاعِ عِنْدَ اللّٰهِ və onlar bizim Allah Teala dərgahında yanında bizim şəfaətçilərimizdir. Yəni biz günahla gələcəyik, onlar bizi Allah Teala'dan, Allah Teala dərgahında bizə şəfaətçi olacaq, bizi düşdüyümüz günahdan qurtaracaq. Necə də bir el çatmaz xülyalardır. Və qalə Teala وَالَّذ۪ينَ تَغْدُ مِنْ دُونِهِ اَوْلِيَا. Allah'tan başqa özünə başqalarını dost tutan kimsələr deyərlər ki مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَ إِلَى اللّٰهِ زُلْفَى. Biz onları yalnız onlar bizi Allah'a yaxınlaşdırır diye biz onlara özümüzə dost tutur və ki onlara özümüzə dost təyin edirik. Ez-Zumar surəsinin 2 ayəsində Allah Teala buyurur. وَهَؤُلَا لَا يَعْتَقُونَ فِيهِمْ أَنَّهُمْ يَخْلُقُونَ وَيَرْزُقُونَ وَيُحْيِينَ وَيُمِيتُونَ. Onlar heç vaxt demirlər ki o qəbir sahibləri yaradır, ruzi verir, öldürür və dirildir. Bu iddiaları demirlər. Bəl لَا يَعْتَرِفُونَ أَنَّ هَذَا خَاصٌ بِاللّٰهِ عَزَّ وَجَلَّ. Əlavə olaraq onlar həmçində bu xüsusiyyətlərin də sırf Allah Teala'ya xas olduğunu demirdilər. Və innəmə təğəzuhum və saitə beynəhu və beynəllahu şüfəəti ki, onlardır ki, həmən ki, o salih kimsələri Allahla özləri arasında şəfaətçilər təyin edərlər. Və bu da onların gətirdikləri din belə buydu. Onlar nə edərlər? Allah Teala'nı qoyub. Bəzən də insan ola bilir ki, bu müəyyən bir vəzifə ola bilər. Müəyyən bir vəzifə ola bilər və yaxud da ki, Allah Teala'nın ibadətini yayındıra bilər. Və yəni bir dost ola bilər. Hətta yəni müəyyən bir fikirlər də ola bilər, müəyyən bir dost tanış da ola bilər ki, səni bildiyin həqiqi yoldan çaşdırar. Və bu iddialar da insanı zəlalətə gətirib çıxardır. Ona ki, insan dost seçdikdə və ya ki, müəyyən bir işə qatılmazdan əvvəl, başlamazdan əvvəl insan diqqət yetirməlidir ki, o etdiyi əməl onu Allah'dır, yoxsa yayındırmır. Yayındırmırsa, deməli Allah Teala'ya ibadətə aparırsa, deməli bunun əvvəl